Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş hal-hazırda Abşeron rayon Ceyranbatan qəsəbəsində qəhrəman şəhidimiz Nicat Qarazadənin ailəsinin ziyarətindəyəm. Bu nəsil vətən torpaqlarının azadlığı uğrunda 5 şəhid vermiş qəhrəman bir nəsildir. Hal-hazırda əlimdə həmin şəhidlərdən 4-ünün şəklini görürsünüz. Bir sizlərə təqdim eləmək istəyirəm. Deməli, şəhidimiz Səfərov Elmdar Səlimxanoğlu aprel döyüşləri zamanı şəhadətə ucalır. Xüsusi təyinatlar qüvvənin mənsublarından biri olub. Cizir Müslümov Elşən Habiloğlu 44 günlük vətən müharibəsinin qəhrəmanıdır. Aviasiya zabiti kapitan Quliyev Qəribxanoğlu İç Qarabağ savaşların qəhrəmanıdır. 1992-ci ildə şəhadətə ucalıb və hal-hazırda evində qonaq olduğum Qarazadə Nicatımız qisas əməliyyatında düşmənə qan udduran oğullardan biri olub. Kiçik Gizir xüsusi təyinatların kiçik giziri olan peşəkar snayperistlərimizdən biri olan Nicatımız, qəhrəmanımız bax bu ocaqda böyümüşdür. Bax bu gördüyünüz Gülşəni də sağlığında özü yaratmışdı. Çox təəssüflər olsun ki, onun şəhadətindən sonra bu Gülşə onun muzeyinə, ondan qalan xatirələrə ev sahibliyi eləyir. Yanımda şəhidimizin anası və atası dayanıb. İstəyərdim ilk öncə şəhidimizin atası Malikəmi qəlbindən keçən sözləri bizlərlə paylaşsın. Daha sonra isə anamızın ürəyindən keçənləri dinləyərik. İlk öncə mən sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizi yad edirsiniz, yaddan çıxartmırsınız. Sizin belə deyək də bura gəlməyiniz bütün böyük bir dayaqdır, dəstəkdir. Allah hamımızdan razı olsun. Şəhidlər hamımızındır. Belə baxın, mən o vaxtda demişəm, bizim uşaq şəhid olanda mən dedim ki, artıq məndən çıxdı, bu xalqın şəhidimizdir, xalqın millətimizin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Nicat da ki, öz sözünü deyib döyüşündə, döyüş vaxtı öz vəsiyyətini də yazıb. Bizə də öz simar üçün qoyub ki, mənə görə ağlamır. Yəni, həyatdır da, o da öz yolunu belə seçdi. Elədir. Vətən sağ olsun, başqa nə deyə bilər? Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və anamızın ürəyindən keçənləri işləyək. Siz də xoş gəlmişsiniz bir daha. Allah sizə də can sağlığı versin. Allah yolunuzu açıq eləsin həmişə. Bizi yad edib, əgər bu qapıya gəlibsinizsə, Nicatı deyib bu qapıya gəlibsinizsə, Allah sizdən razı olsun. Allah bütün şəhidlərə rəhmət eləsin. Rəhmət deyəndə, onlara rəhmət demək adamın ürəyi gəlmir. Məkanları cənnət olsun, məqamları uca olsun hamısına. Qalanlarına can sağlığı versin. Şəhidin təzəsi köhnəsi olmur, hamısı şəhiddir üçün. Ayrı seçkiliyi də eləmirik, hamısı şəhiddir. Bunlar da bizim elin yol evimizdən çıxan şəhidlərimizdir. Bizim balalarımızdır, bizim canlarımızdır. Allah sizə can sağlığı versin. Allah balalarınızı saxlasın, yolunuzu açıq eləsin. Həmişə əlinizin qələmi dayaqlı, tutaqlı olsun. Ürəyinizə qüvvət versin. Çox sağ olun. Təşəkkür edirəm. Əziz izləyicilər, bax bu ocaqda bu ana, bu ata, 2 oğul, bir qız övladı böyüdürdülər. Şəhidimiz evin ilk oğul övladı idi, ümidlərini Nicata bağlamışdılar. Nicat şəhid olana qədər bu ocaqda bağçalı sədası səslənməmişdi, toy sədası çalınmamışdı. Bugün Nicatın adını daşıyan bacısı oğlu var. Bugün Nicatın nəfəsi bu ocaqda yenidən gəlir. Mən arzu edirəm ki, Nicatla bağlı yarım qalan arzularımızı balaca Nicatımızdan görəsiniz. Allah ona uzun ömür, can sağlığı versin. Elə dayısı Nicat kimi cüssəli, sözü bütöv, hər kəsin qəlbinə yol eləyən, təbəssümü ürəkləri açan bir oğul olsun inşallah. Və arzu edirəm növbəti dəfə bu qapıya yalnız gözəl xəbərlərimizi bölüşmək üçün gələk inşallah. Bir şeyi də əlavə edilmək istəyirəm. Nicat təyinatlarda qulluq edən vaxtı Janın müddəti bitirdi, əskər kimi bitirdi. O müraciət elədi ki, dedi ata, sizdən bir şey xahiş etmək istəyirəm. Yəni, mənə halallıq verin, mən burada qalmaq istəyirəm. Mən ona dedim ki,
Yəni biz şəhid vermişik də, yəni bilirdim ki, təyinatlarda bu elə bir çətin bir qüvvədir. Orada baş gətirmək çətindir də biraz. Əsgərliyin orada qulluq elədiyim dedim, mənim üçün hər şey asandır da, çətinliyim yoxdur. Mənim ürəyim istəyir, qalmaq istəyirəm. Heç bir şeyə də ehtiyacı yox idi onun. Yəni elələr var, deyir ki, nəsə ehtiyac ucundan yoxdur. Amma o sırf özün orada görürdü də o. Həvəsi var idi, o qədər ki, orada qulluq eləsin. O mənə axırıncı dəfə zəng elədi, dedi, atam, mən birinci maaşımı sizdən xahiş edirəm, göndərəcəm. Ona mən bir dənə qurban boyun almışam, kursu keçin, qurbanımı kəsəcəm. Mən onun kursu keçəndən sonra gördüm, göndərim mən üçün. Dedim, bala, buna ehtiyac yoxdur, mən özüm alıb kəsəcəm də, sənə ehtiyac yox. Dedi, bunu mən öz halal pulumdan eləmək istəyirəm də. İlk maaşımdan göndərdi də, onu mən gəldi, birini mən aldım, biri də özü getdi, aldı həmən pulundan. Gəldi, qurbanı kəsdi ki, hərbidə qalıb kursu keçir. Yəni, o uşaq o qədər həvəsli idi, o qədər ona bağlı bir uşaq idi ki, necə deyim sənə, həvəslə ona girmişdi. Özü də ki, döyüşündə də uşaqlar da danışır, özü də çox sınaq verir, çox mükəmməl bildiyi üçün də onu doğrudan da seçdilər. Yəni, o balaca şey böyüdə, o təyinatlarda hər şeyə diqqət var da, yəni keçmək üçün. Mən uşağımla fəxr edirəm, Allah o dünyasını versin, bütün Allah şəhidlərimizə rəhmət eləsin, Allah sizə də yenə də təşəkkür olmasın, təşəkkür edirik ki, o bizim babalarımızı yaşadan, onları belə deyək, hər yerdə tanıtdan sizin kimlərdir, sizin kimi, nə deyim, xalqımızın, millətimizin dəyərli insanlarıdır. Çox sağ olun, sizə təşəkkür edirəm bir də. Allah sizlərə uzun ömür, can sağlığı versin. Şəhid qapıları şəhidin anasının, atasının üzünə açılır. Necə ki, siz varsınız, bu ev ziyarətgahdır, bu ev ocaqdır. Mən hər zaman deyirəm ki, şəhid evləri mənim üçün pirdir. Ən müqəddəs yerdir. Ona görə də Allah sizə uzun ömür, can sağlığı versin ki, yaşayın ki, şəhidinizi yaşadasınız. Və Nicatımızın timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Bugün mən açdım bu qapını, mən ziyarət elədim, sabah növbə sizdədir. Əziz izləyicilər, yolunuz Abşeron rayon Ceyranbatan qəsəbəsinə düşəndə Nicatımızın Elə-Küçənin girişindəcə şəkli var. Bu ocağı ziyarət eləməyi unutmayın. Çox sağ olun. Çox sağ olun.